Sabiq baş prokuror Zakir Qaralova ağır itki üz verib, onun qardaşı Tahir Qaralov vəfat edib. Məlumata görə Tahir Qaralov bir neçə saat öncə Gürcüstanın paytaxtı Tbilisidə dünyasını dəyişib. Xatırladaq ki, Zakir Qaralov 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olub. Laçın-Kəlbəcər yolunun Hacı Samlı kəndindən keçən hissəsində istifadəyə verilməmiş tuneldə ağır qəza törədən şirkət əməkdaşı həbs edilib. Laçın rayon məhkəməsində 1984-cü il təvəllüdlü Qalib Kərimova hökm oxunub. Bildirilib ki, hadisə 1 iyun 2025-ci il saat 05:30 radələrində baş verib. Belə ki, tikinti şirkətində çilingər işləyən Qalib həmin vaxt ona təhkim edilmiş Mitsubishi L200 markalı avtomobillə giriş-çıxışın qadağan olunduğu tunelə daxil olub. O, yüksək sürətlə tuneldə hərəkətdə olarkən yola tökülmüş torpaq topası ilə qarşılaşıb. Bu zaman Qalib maşını torpağın hündürlüyünün az olduğu yerdən sürüb keçmək istəyib. Lakin avtomobil torpağa çırpılarkən sürücü və avtomobildəki 4 sərnişin yaralanıb. Onlar maşının içində güclü silkələnmə və salona çırpılma səbəbindən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Həmin şəxslərdən tikinti şirkətinin əməkdaşı Raqif Əliyev daxili qanaxma səbəbindən Bərdə xəstəxanasında dünyasını dəyişib. Məhkəmədə mərhumun yaxınları Qalibdən şikayətçi olduqlarını bildiriblər. Laçın rayon məhkəməsinin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə iclas salonunda həbs olunub.